Tamam. Değerli kollegamın eyni zamanda takip ettiğim xəstəm olan xəstəmiz bizə geç dönəm facial parazitinin bir komplikasiyası səbəbilə gəlmişdi. Üzün sol yanındakı bəzi əzələlərdə facial sinkinezi, yəni çox hərəkətlənmə var idi. İndi xəstəmizi biraz dinləyək qısaca şikayətini. Mən ya doktoru tanımamışım da, tanıyana qədər mən çox problemlər yaşadım. Yəni dərman müalicəsi də mənə kömək eləmədi. Sağ olsun ya doktor, botoks müalicəsindən sonra 80% birinci etapda nəticə əldə elədikdə mən o problemləri demək olar ki, yaşamam. İndi ikinci etapdan sonra 100% olacaq. Mən elə düşünürəm ki, daha tamam olmayacaq o şeylər. İnşallah. Bu 100% sonrası əzələlərin qeyri-mütənasib işləməsi ilə qədər sizin tövsiyəniz nədir? Yəni hansı insanda bu problemlər varsa, yəni çəkinmədən mütəxəssisə müraciət eləsinlər, bu problemləri aradan 100% götürmək olur. Tamamdır. Çox təşəkkür ederim. Sağ olsun.